Qızıl balıq çalışması. İlkin vəziyyət. Arxası üstə düz yatağa və ya döşəməyə uzanın. Əllərinizi başınızın üzərində tam uzunluğuna qədər uzadın. Ayaqlarınızı da həmçinin tam uzunluğuna qədər uzadın. Pəncənizi bədənə perpendikulyar şəkildə daban üzərində saxlayın. Pəncələri üzünüzə doğru çəkin. Onurğanızı, ombanızı və pəncələrinizi döşəməyə sıxın. Bir neçə dəfə növbə ilə 7-yə qədər saymaqla sanki onurğanı müxtəlif istiqamətlərə uzadılmış kimi dartının. Sağ ayağınızın dabanını döşəmə üzrə irəli sürüşdürün. Uzanmış əllərinizi eyni zamanda əks tərəfə dartının. Sonra eyni hərəkəti sol ayağınızın dabanı ilə edin. İndi isə ovucunuzu boyun fəqərələrinin altına qoyun. Ayaqlarınızı birləşdirin. Hər iki ayağınızın barmaqlarını üzünüzə tərəf dartın. Bu vəziyyətdə bütün bədəninizlə balığın suda qıvrılmasına oxşar şəkildə vibrasiya etməyə başlayın. Vibrasiyanı sağdan sola olmaqla 1-2 dəqiqə müddətində edin. Bədən yuxarı-aşağı deyil, sola-sağa vibrasiya edir. Yalnız ayaq pəncəsini və başın arxasını qaldırmaq olar. Vibrasiyanı başlayanlar üçün lazımi temp vermək və bədəni yeni hisslərə və hərəkətlərə öyrəşdirmək üçün tərəfdaş da yaratmaq olar. Bu çalışmanın hər gün səhər və axşam etmək lazımdır. Fəqərələrin vəziyyətini düzəltməklə bu təmrin onurğa sinirlərinin yüklənməsini aradan qaldırır. Qan dövranını normallaşdırır, simpatik və parasimpatik sinir sistemlərini koordinasiya edir. Qızıl balıq çalışması onurğa sütununun hər tərəfindən çıxan sinir liflərini qaydaya salır. Onları təzyiqdən azad edir. Qızıl balıq çalışması təkcə onurğa sütununun pozuntularını qaydaya salmır. Həm də bu və ya digər orqandan qanı ürəyə qaytaran venaların pulsasiyasına kömək edir. Bu zaman qan yolda dəridən keçməklə parçalanma məhsullarını da verir. Beləliklə, bu çalışma ürəyin işini yaxşılaşdırır və dərini təmizləyir. Bundan başqa bu məşğələ bağırsağın peristaltikasının yaxşılaşmasına kömək edir. Deməli, müxtəlif xəstəliklərin yaranması səbəblərindən biri olan qəbizliklə mübarizədə ən gözəl vasitə hesab olunur. Məsələn, psixik pozğuntuların əsas səbəbi qəbizlik nəticəsində bağırsağın tutulması və burulmasıdır. Qəbizlik zamanı əmələ gələn zəhərlər qana sorulur və ümumi qan dövranında iştirak etməklə beyinə çatır. Onun hüceyrələrini zəhərləməklə kapillyarların genişlənməsinə və iltihabına səbəb olur. Nəticədə isə əqli funksiyanın pozulmasına gətirib çıxarır. Qızıl balıq məşğələsi bağırsağın peristaltikasına təsir etməklə bu problemin də öhdəsindən gəlməyə kömək edir. Beləliklə, sağlamlığın 3-cü qaydası qamətin düzəldilməsinə, qan dövranının yaxşılaşmasına, daxili və xarici sinir sistemlərinin işinin koordinasiyasına, bağırsağın, qaraciyərin, böbrəklərin, dərinin, beynin və ürəyin funksiyalarının nizamlanmasına yönəlib. Yeri gəlmişkən, əgər heyvanlara diqqətlə baxsa, müşahidə etmək olar ki, onlar sağlamlığın göstərilən 3 qaydasına əməl edirlər. Bərk döşəməkdə yatır, başlarını pəncələrin üstünə qoyur, səhər ayılarkən ilk növbədə dartınır, fırlanır, başlarını yelləyir, bütün bədənləri ilə silkələnirlər. Sağlamlığın 4-cü qaydası. Kapillyarlar üçün təmrinin yerinə yetirilməsi. Orqanizmin hər bir hüceyrəsi qandan qida alır. Qan bütün orqanları və orqanizm sistemini əlaqələndirir və qidalandırır. Oksigen və qida maddələri ilə birlikdə qanı hər bir hüceyrəyə çatdırmaq üçün necə bir qüvvə, necə bir güclü nasos lazım olduğunu təsəvvür edirsinizmi? Qədimdə hesab edilir ki, bu güc qanı bütün bədənə qovan güclü mühərrik ürəkdir. Lakin müasir tədqiqatlar sübut etdi. Ürəyin gücü elə də böyük deyil. Onun gücü yalnız qanı arteriyadan itələməyə və kapillyarlara qədər çatdırmağa yetir. Qanı kapillyarların nəhəng şəbəkəsi üzrə hərəkət etdirməyə ürəyin gücü çatmır. Lakin bununla belə qan kapillyarlar üzrə axır, sonra geri qayıdır və venaya düşür. Nəticədə nə alınır? Qan ürəkdən sorucu borucuqların genişlənməsi qabiliyyətinə malik olan, sanki nəsə bir dartılan şeyi təmsil edən arteriyalara daxil olur. Onlar sanki qanı ürəkdən sorurlar. Sonra arteriyalar qanı kapillyarlara qədər çatdırırlar və kapillyarlardan keçməklə qan ürəyə geri qayıtmaq üçün venaya atılır. Vena qanı ürəyə doğru hərəkət etdirən və ona geri qayıtmağa imkan verməyən bir sorucu borucuqdur. Bunun üçün venadan xüsusi klapan var. Ürəyin gücü yalnız qanı arteriyalarla kapillyarlara qədər qovmağa çatır. O zaman hansı güc sayəsində qan və kapillyarlar venaya qalxırlar? Qanı venaya getməyə məcbur edən nasos harda yerləşir? Cavab yalnız belə ola bilər. Bu nasos kapillyarların elə özündə yerləşir. Təbabət və anatomiya elmi kapillyarların rolunu lazımınca qiymətləndirməyib. Bu nəhəng damarlar şəbəkəsinin əhəmiyyəti indiyə qədər aydın deyil. Amma bunlar nəhəng miqdarda özünə məxsus mikro ürəklərdir. Kapillyarlar yığılır, bu sasiyə edir, qan mühərriki rolunu yerinə yetirirlər. Ürəyə münasibətdə ikinci deyil, bəlkə də əsas rolu oynayırlar.
Praktiki olaraq insan orqanizmindəki hər bir xəstəliyin əsasında kapillərlərin xəstəliyi dayanır. Bu mübahisə olunmaz nəticədir. Sağlam olmaq kapillərləri yığılmağa məcbur etmək deməkdir. Bizim sağlamlığımız orqanizmin hər bir hüceyrəsinin sağlam olmasından asılıdır. Hüceyrənin sağlamlığı isə hüceyrələrə qida, həyat gücü daşıyan və onu parçalanma məhsullarından təmizləyən kapillərlərin hansı vəziyyətdə olmasına bağlıdır. Kapillərlər incədirlər. Ona görə də çox kövrək və həssasdırlar. İlk növbədə onlar çirklənməyə, qırılmağa, ölməyə, zədələnməyə başlayırlar. Kapillərlər zədələnən və yığılmağı dayandıran zaman qan bədənin hər bir hüceyrəsinə gedib çata bilir. Qidadan məhrum olan hüceyrələr ölməyə başlayırlar. Hüceyrələr ölərək orqanların xəstəliyini yaradırlar. Kapillərlərin pis işləməsi qanın durğunluğuna, onun damarlarda normal hərəkətinin pozulmasına gətirib çıxarır. Hər bir orqanizmin həyat fəaliyyəti prosesində qaçılmaz olaraq əmələ gələn tullantılar və zərərli maddələr vaxtından çıxarıla bilmir və təhdid edici miqdarda toplanmağa başlayırlar. Faydalı maddələr orqan və toxumalara lazımi həcmdə çatmır. Orqanlar qidanın çatışmazlığından ölü hüceyrələrin əmələ gəlməsindən çıxarılmayan şlakların toplanmasından ağrımağa başlayır. Orqanizm bir növ zibilliyə çevrilərək öz-özünü zəhərləməyə başlayır. Natəmizlik dərini, damarları, sinir sistemini zədələyir. Natəmizlikdən ümidsizlik, ruh düşkünlüyü və melanxoliya yaranır. Elə bir xəstəlik yoxdur ki, qan dövranının pozulması, orqanizmə daxil olan və ondan çıxarılan maddələr arasındakı harmoniyanın pozulması ilə bağlı olmasın. Buna görə də kapillərlər normal işləmədən orqanizmimizin hüceyrələrinin, toxumalarının və orqanların yaşaması qeyri-mümkündür. Buna görə də orqanizm sağlamlaşdırılması işinə məhz qan və damarların sağlamlaşdırılmasından başlamaq lazımdır. Kapillərlər üçün təmrin praktiki olaraq qaçışı tam əvəz edə bilir. Onun köməyi ilə hər bir insan qaçar və bunu hətta yataq xəstəsi, zəif, yaşlı olanda, eləcə də hansısa ürək xəstəliyindən əziyyət çəkən də belə gündə 2 dəfə edə bilər. Kapillərlər üçün təmrin qaçışı tamamilə əvəz edir. Lakin bu zaman ürək və oynaqlar üçün ağırlıq istisna edilir. Bu təmrinin geyimsiz vəziyyətdə yerinə yetirilməsi 2 qat fayda verir. Çünki dəri tənəffüsünü, deməli orqanizmin dəri vasitəsilə şlaklardan təmizlənməsini gücləndirir. Vibrasiya təmrini. İlkin vəziyyət kürəyi üstə bərk və düz səthə uzanın, boyun fəqərələrinin altına bərk yastıq və ya valik qoyun. Sonra hər iki əlinizi və ayaqlarınızı elə qaldırın ki, dabanlarınız döşəməyə paralel yerləşsin. Təmrini yerinə yetirilməsi, belə vəziyyətdə əllərinizi və ayaqlarınızı titrədin. Təmrini 1-3 dəqiqə ərzində yerinə yetirin. Bu təmrinin yerinə yetirilməsi zamanı ayaqlarınız dizdən bir qədər qatlanırsa, buna fikir verməyin. Vibrasiya üçün bu prinsipial əhəmiyyətə malik deyil. Kapillərlər üçün təmrin və qızıl balıq təmrini vibrasiya üzərində qurulub. Bu prinsipial surətdə mühümdür. İnsan orqanizmi heç vaxt tam sakitlikdə olmur. Mütəmadi olaraq əzələlər, məddə divarları yığılır. Bağırsaqlara dalğavari hərəkət xasdır. Bəs ürək? O 1 dəqiqədə dayanmır, döyünür, vibrasiya edir və biz yaşayırıq. Qan daşıyan damarların divarları yığılır. Danışdığımız zaman səs telləri titrəyir. Əllərinizi irəliyə uzanmış şəkildə saxlamağa çalışın. Tezliklə hiss edəcəksiniz ki, barmaqlarınızın ucu azacıq titrəyir. Əgər bu baş verirsə, onda görünür, belə mikro hərəkət nə üçünsə orqanizmə lazımdır. Təbii ki, mikrovibrasiya toxumlardakı filtrasiya proseslərində müəyyən rol oynayır. O hərarət mübadiləsini həyata keçirmək üçün lazımdır. Onun sayəsində işləyən orqanların qan dövranı güclənir. Biz bilirik ki, onurğa sütunundakı fəqərələr bir-biri ilə bağ və qığırdaqlarla birləşir. Bütün bədəni titrətməklə, qızıl balıq təmrinini yerinə yetirməklə biz onurğa sütununu birləşdirici aparatını məşq etdirir, möhkəmləndirir, daha elastik və davamlı edirik. Təklif edilən təmrinlər hər kəs üçün əlçatandır. Onlar xüsusi qurğular tələb etmiş, onları hətta yatağa məhkum olunmuş insan da yerinə yetirə bilər. Beləliklə, vibrasiya venanın daha enerjili pulsasiyasına kömək edir. Deməli, bütün orqanizmin ümumi həyat davamlılığını artırır. Sağlamlığın 5-ci qaydası. Ovucuların və pəncərələrin birləşdirilməsi təmrinin yerinə yetirilməsidir. Ürəkdə kapilyalardan başqa daha bir əvəz edilməz köməkçi. Diafraqma var.
Diafraqmanın 1 dəqiqədəki hərəkət miqdarı ürəyin hərəkət miqdarının 1/4-ni təşkil edir. Lakin onun hemodinamik təzyiqi ürəyin yığılmasına nisbətən daha güclüdür və o qanı ürəyə nisbətən daha güclü itələyir. Diafraqmanın işinə əllərin və pəncələrin birləşdirməsi təmrini kömək edir. Təmrinin birinci hissəsi orqanizmdə qan dövranını yaxşılaşdırır. Deməli, onun qidalanmasını və təmizlənməsini gücləndirir. Təmrin həm də ona görə faydalıdır ki, o əzələlərin bədənin sağ və sol hissələrini, sinirlərini, xüsusilə daxili orqanların funksiyalarını koordinasiya edir. Ovuçların və pəncələrin birləşdirməsi təmrini. Birinci hazırlıq hissəsi. İlkin vəziyyət. Kürək üstə uzanın, sərt, düz səthə, boynunuzun altına valik və ya yastıq qoyun. Pəncələrini və əllərini birləşdirin, dizlərinizi mümkün qədər geniş açın. Əl barmaqlarınızın ucunu bir-birinə sıxın 10 dəfə. Əvvəlcə barmaqların ucularını, sonra isə hər iki əlinizin ovucularını bir-birinə sıxın 10 dəfə. Birləşdirilmiş ovucuları bir-birinə sıxın 10 dəfə. Qapalı qollarınızı tam uzunluğa qədər uzadın, başınızın arxasına atın və yavaş-yavaş üzünüzün üstündən belinizə doğru aparın. Sanki bədəni yarıya bölürsünüz. Bu zaman ovucuların barmaqları başınıza tərəf yönəldilir. 10 dəfə. Hər iki əlin barmaqlarını ayağa doğru çevirərək onları qasıqdan göbəyə doğru hərəkət etdirin. 10 dəfə. Qollarınızı qapalı ovucularınızla mümkün qədər uzadın və sanki balta ilə havanı kəsmiş kimi bədənin üzərindən aparın 10 dəfə. Birləşmiş ovucularla əlləri son həddə qədər yuxarı və aşağı uzadın 10 dəfə. Birləşmiş ovucularla əlləri günəş kələfi üzərinə, yəni sinənizə qoyun və bitişik qayaq pəncələrinizi onların ayrılmasına imkan vermədən irəliyə və geriyə hərəkət etdirin 10 dəfə. Bitişik ovuc və pəncələri eyni zamanda sanki fəqərləri dartılmış kimi irəliyə və geriyə hərəkət etdirin 10-60 aralığında. Təmrinin ikinci əsas hissəsi. Pəncələri və ovucuları birləşdirin, gözlərinizi yumun və belə vəziyyətdə 10-15 dəqiqə qalın. Ovucuları birləşmiş əllər bədənə perpendikulyar şəkildə olmalıdır. Bu təmrini sağlamlıq sistemindən olan digər təmrinlər kimi əgər mümkündürsə geyimsiz yerinə yetirmək yaxşı olur. Axı bütün bu təmrinlər dərin hüceyrə tənəffüsünün güclənməsinə yönəlib. Onlar hər bir hüceyrəni nəfəs almağa məcbur edir. Geyindiyimiz paltarlar isə praktik olaraq daim buna mane olur. Bu təmrin qasıq, qarın və omba hissələrində əzələlərin, sinirlərin və qan daşıyan damarların funksiyalarını koordinasiya edir. Bu da hamiləlik zamanı xüsusilə faydalıdır. Çünki ana bətnində uşağın normal böyüməsinə kömək edir və hətta onun düzgün olmayan vəziyyətini düzəldir. Ovuçların və pəncələrin birləşdirilməsi təmrinin 40 dəqiqə müddətində yerinə yetirilməsi parasimpatik və simpatik sinir sistemləri arasında lazımi tarazlığın müəyyən edilməsinə, eləcə də orqanizmdəki ümumi suların harmoniyasına səbəb olur. Təsadüfi deyil ki, praktik olaraq bütün dinlərdə bir ümumi jest mövcuddur. Ovucular sinə qarşısına tutulur. Bu jest gizli fizioloji əsasa malikdir. Bu halda orqanizmdə ümumi sular, qan, limfa neytrallaşır və tarazlaşır. Yoxlamağa çalışın, təzyiqinizi ölçün, yuxarı və aşağı təzyiqlər arasında fərq yazın. Sonra ovucularınızı 3-4 dəqiqə birləşdirin və bundan sonra təzyiqinizi aşkar edəndə təəccüblənəcəksiniz. Bundan başqa ovucuları bir-birinə sıxılması orqanizmdə turşu-qələvə balansını bərpa edir. Ona görə də hər qida qəbulundan öncə ovucuları sinə qarşısında 1 dəqiqə yarım və ya daha çox müddətə sıxılmış vəziyyətdə saxlamaq çox faydalıdır. Lakin bu təmrini hər gün yerinə yetirirsinizsə, onda yeməkdən qabaq ovucuları sıxmaya bilərsiniz. Beləliklə, sağlamlığın 5-ci qaydası ruhun və bədənin gücünü tarazlaşdırmağa kömək edir. Sağlamlığın 6-cı qaydası kürək və qarın üçün təmrinin yerinə yetirilməsidir. Sağlamlığın bu qaydasına yerinə yetirilməsi bir neçə mühüm vəzifəni yerinə yetirir. Birincisi, o simpatik və parasimpatik sinir sistemlərinin funksiyalarını koordinasiya edir. Bu nə deməkdir? Bütün daxili orqanlarımızın şərti olaraq heyvan və bitki mənşəliləri ayırmaq olar. Heyvani daxili orqanları, əzələlər və xarici sinir sistemi, bitki mənşəliləri isə tənəffüs, həzm və daxili sinir sistemə aiddir. Heyvani sinirlər əl, üz, ayaq, boyun, sinə, qarın boşluğu, yəni öz istəyimizlə hərəkət etdirdiyimiz, məsələn, əlimizi qaldırmaq kimi əzələlərini də yerləşir. Bitki mənşəli sinirlər daxili orqanların və qan daşıyan damarların əzələlərində yerləşir. Və bu əzələləri biz öz istəyimizə görə yığa bilməliyik. Məsələn, mədəni uzatmaq kimi.
Onlar qan dövranı, tənəffüsü, həzm, ifrazat, çoxalma orqanlarının fəaliyyətini, eləcə də maddələr mübadiləsini tənzimləyir. Bitki sinirləri öz növbəsində iki sistemə ayrılır: parasimpatik və simpatik. Kəllə parasimpatik sinirləri həzm orqanlarının, böyrəklərin, nazik bağırsağın, dalağın, mədə-altı vəzin, ürəyin və tənəffüs orqanlarının fəaliyyətinə nəzarət edir. Çanaq parasimpatik sinirləri nazik bağırsağın sidik hissəsinin cinsi orqanların işini idarə edir. Simpatik sinir sistemi üç böyük kələfə malikdir. Azan sinirlərin budaqlarını sinir düyünlərinin budaqları ilə birləşdirən ürək kələfi, mədə, diafraqma və aorta arasında yerləşən günəş kələfi, ombada yerləşən və bütün daxili orqanlara yayılan çanaq kələfi. Onurğa sütununun və qarnının eyni zamandakı hərəkətində simpatik və parasimpatik sinir sistemləri razılaşmış şəkildə fəaliyyət göstərməyə başlayır ki, bu da bütövlükdə bütün sinir sisteminin möhkəmlənməsinə və sağlamlaşmasına gətirib çıxarır. Sağlam sinir sistemi isə istənilən istiraba qarşı dayanmaq imkanı verir. Onurğa sütununun və qarnının hərəkəti təmrini orqanizmdə turşu-qələvi tarazlığını bərpa etməyə kömək edir. Əzələlərin möhkəmlənməsinə yönələn adi idman növləri turşuluğu saxlayır. Dərin tənəffüsü və meditasiya ilə müalicə isə orqanizmdəki qanı və digər mayeləri qələvi ilə zənginləşdirir. Bu təmrin sayəsində eyni zamanda onurğa sütununun hərəkətləri ilə qarın boşluğu tənəffüsü və meditasiya yerinə yetirilir ki, bu da orqanizmdə turşu-qələvi tarazlığını bərpa edir. Turşu-qələvi tarazlığının qorunub saxlanması isə düzgün müalicə üçün birinci yoldur. Onurğa sütununun və qarnının hərəkəti təmrini simpatik və parasimpatik sinir sisteminin fəaliyyətini koordinasiya etmək, orqanizmdə turşu-qələvi balansını bərpa etmək və qorumaqdan savayı bağırsağın fəaliyyətinin tənzimlənməsinə də kömək edir. Və nəhayət sağlamlığın 6-cı qaydasını əməl etmək, sağlam olmağa kömək edən mənəvi güc meydana gətirir. Mən özüm haqqında düşündüyüm kimi hiss edirəm. Təlqini ilə müalicənin əsasını bu həqiqət təşkil edir. Müsbət fikirlər səsləndirməklə biz özümüzü sağlamlıq və sevinç dalğasına köklüyürük. Sizin qulaqlarınız, sizin şuurunuz və şuuraltınız məhz bu dalğaya köklənir. Əgər siz sağlam olacağınıza inanırsınızsa, deməli belə də olacaq. Xəstəliyinizə qalib gələcək və uzun müddət xoşbəxt yaşayacaqsınız. Madam ki, biz artıq indiyə qədərki mənfi fikirlərimizlə müəyyən xəstəliklərimizi yaratmağı bacarmışıq, onda əks pozitiv düşüncələrlə onlardan xilas ola da bilərik. Əgər səhər və axşam təmrinləri yerinə yetirməklə siz özünüzü sağlamlıq üçün kökləyə və xəstəliklər üzərində qələbə çala bilsəniz, onda sizin şuuraltınız bu informasiyanı da qəbul edəcək və hətta yatanda da sizin üçün işləyəcək. Hüceyrələriniz isə belə informasiyanı alıb daha yaxşı fəaliyyət göstərməyə başlayacaq. Bununla da pozitiv proseslərə başlanğıc verəcək. Yekunda onlar bütövlükdə bütün orqanizmi sağlamlığına gətirib çıxaracaq. Onurğa sütununun və qarnın hərəkəti təmrini. İlkin vəziyyət. Diz üstə döşəməyə çökün. Çanağınız pəncələrinizin üstünə qoyun. Yəni bardaş qurun oturun. Büzdüm nahiyəsində tarazlığı saxlamaqla onurğa sütununu tam düzəldin. Aralıq vəziyyət. Aşağıda göstərilən 6 hərəkətin hər birindən sonra onu hər tərəfə bir dəfə təkrar etmək lazımdır. Əllərinizi sinəniz qarşısında bir-birinə paralel olaraq uzadın. Başınızı sola döndürüb sol çiyninizdən baxaraq öz büzdümünüzü görməyə çalışın. İndi isə büzdümünüzdə portaq ölçüsündə olan qızılı günəş formalı şar təsəvvür edin və xəyalən onu onurğa sütununuzla boyun fəqərəsinə gətirməklə fəqərələrdə başlayan və bütün daxili orqanlara yönələn sinir ucluqlarının və fəqərələrin zərif müalicəvi toxunuşlarını hiss etməyə çalışın. Başınızı ilkin vəziyyətə qaytarın. Başınızı sağa döndərin, sağ çiyninizdən baxan eyni hərəkətləri ardıcıllıqla təkrar edin. Əvvəlcə büzdümü və ya bütün onurğa sütununu görə bilmirsinizsə, mühüm deyil. Bunu təsəvvürünüzdə edin. Əllərinizi paralel olaraq yuxarı qaldırın, onurğa sütununuzu dikəldin və birinci bənddə etdiyinizi tez bir zamanda təkrar edin. Bu aralıq təmrin fəqərələri burxulmalardan qoruyaraq nizamlayır. Deməli, qanlı və müxtəlif orqanları mümkün xəstəliklərdən müalicə və sığorta edir. Hazırlıq təmrini. Çiyinlərinizi qaldırın və endirin 10 dəfə. Aralıq təmrinini yerinə yetirin. Başınızı sağa və sola əyin. Hər çiyin üzrə 10 dəfə. Aralıq təmrinini yerinə yetirin. Başınızı yuxarı və aşağı əyin 10 dəfə.
Sonra aralıq təmrini yerinə yetirin. Başınızı sağa, geriyə və sola, geriyə əyin. Hər şeyin üzrə 10 dəfə aralıq təmrini yerinə yetirin. Başımızı sağa əyin. Sağ qulağı sağ çiyinə. Sonra yavaş-yavaş boynunuzu uzadaraq başınızı onurğa sütununa doğru çevirin. Aralıq təmrini yerinə yetirin. Əllərinizi bir-birinə paralel olaraq qaldırın. Sonra onları düzbucaq altında dirsəkdən bükün. Yumruqlarınızı sıxın. Başınızı geriyə elə çevirin ki, çənəniz tavana baxsın. Belə vəziyyətdə 7-yə qədər saymaqla dirsəklərinizi arxaya elə aparın ki, sanki onları kürəyinizdə birləşdirmək, çənənizi tavana yönəltmək istəyirsiniz. 10 dəfə bunu edin. Daha sonra aralıq təmrini yerinə yetirin. Əsas təmrin. Hazırlıq hissəni yerinə yetirib, müəyyən müddət dincəldikdən sonra yenidən büzdümdə bədəninizi tarazlayıb onurğa sütununuzu düzəldin və sağa sola yellənməyə başlayın. Eyni zamanda qarnınızı irəli-geri hərəkət etdirin. Bunu 10 dəqiqə müddətində etmək lazımdır. Təmrinin yerinə yetirilməsi ilə eyni zamanda özünüzü inandırmağa çalışırmış kimi qəti və əminliklə aşağıdakı sözləri səsləndirmək yaxşı olar. Özümü yaxşı hiss edirəm. Gündən günə mənə daha yaxşı olacaq. Orqanizmimin hər bir hüceyrəsi yenilənir. Qanım təzə, təmiz, sağlam olur. Daxili sekresiya vəzilərim əla işləyir. Əzələlərim, dərim, damarlarım elastik, möhkəm və sağlam, təmiz və yenilənmiş olur. Sümüklərim möhkəm, damarlarım çevik, mütəhərrik olur. Bütün orqanlar və sistemlərin beynin işinə tabe olur. Beynim möhtəşəm işləyir. Beynin bütün orqanlarım və sistemlərim işini əla idarə edir. Bütün orqanlarım və sistemlərim çox gözəl işləyir. Mən sağlam, ağıllı, müdrik, böyük yaradıcılıq işinə qabil, insanlara və özümə faydalı olan adama çevrilirəm. Özümü yaxşı hiss edirəm və hər gün mənə daha yaxşı olacaq. Beləliklə, sağlamlığın 6-cı qaydasının yerinə yetirilməsi pozitiv proseslərə başlanğıc verəcək və onlar da yekunda bütün orqanizmin sağlamlaşdırılmasına gətirib çıxaracaq. İndi siz sağlamlığın 6 qaydasını bilirsiniz. Onların hamısı effektivdir və asan yerinə yetiriləndir. Onları yalnız başlamaq, ən ilk bariyeri aşmaq və ilk addımları atmaq lazımdır. Əgər siz tənbəllik edirsinizsə, deməli siz kifayət qədər sağlam və xoşbəxt olmaq istəmirsiniz. Bu qaydalar hər bir hüceyrənin və hər bir orqanın işini normallaşdırmağa imkan verən bir sistemdir. Onlar bir vəzifəyə, bütün orqanizmin müalicəvi qüvvələrinin oyadılmasına xidmət edir. Lakin sağlamlıq sistemi bu 6 qayda ilə məhdudlaşmır.